Bax 13-14 yaşlı bir yeniyetməni götürün. Baxıram ki, bu bilsən neynir? Gedir bir idmana, gəlir anasını əzələsin, göstər ki, bax mən güclənmişəm. Niyə? Özünü ona isbat eləməyə çalışır. Mən artıq kişiyəm, güclənmişəm. Və ya o bir komportun qapağını açsa, özü ilə qürur duyur. Və ya mən baxıram bir dostum yeni bir maşın alır. Maşını gətirir park eləyir. 3-4 dəfə çıxır, baxır ki, ayda nə ideal park eləmişəm. Ego ilə işləyir də bunun beyni. Aydındır. Ego ilə işləyən birin beynini sən ancaq təriflə ala bilərsən. Aşağılasan qaçacaq. O hakimiyyətini quracağı və hörmət alacağı yerə, limana doğru qaçacaq. Murad bəy, hər adam da elə deyil axı. Bəzi insanlar var ki, onları ümumiyyətlə tərifləyirsən, pohpohlayırsan. Onlar da deyir ki, nə yaltaqlanırsan. İndi burada necədir məsələ? Bu hər kəsdə niyə işləmir? Süni də görsün. Çünki burada 5 sevgi dili vardı. Bununki tərif deyil. Yolda yoxlasın. Aysol, indi yoxlamalısan. Bu kişinin sevgi dili hansıdır? Bunun nəyə ehtiyacı var? O nə olur? Adətən uşaqlıqda alanmadığı amma almaq istədiyi olacaq. Qısa yoldan tapmaq istəyirsənsə, ana atasına baxa bilərsən xarakterinə. Yaşayırlar. Necə ki? Necə? Yəni baxırsan ki, ana diktator bir qadındır və bu diktator bir rejimdə böyüyüb. Zaten diktator rejimdə böyüyən bir oğlan uşağı ananın təsiri ilə böyüyürsə, gələcəkdə anadan asılı, anaya bağlı olur. Yəni bu evlilikdə də anası nə desə onu eləyəcək, çıxamayacaq o. Onda bunun sevgi dili. Onun zehnində ana Allahdır ta qutardı. Vəssalam. Ana öləndən sonra bəs nə olur? Ondan sonra inanclar dəyişir. Amma ana axı həyatdadır. O həyatda olduğu müddətcə bu qızın, o evə gələn qızın burnundan gələcək hər şey. Ya orada o kişini yox, ananı fəth etməlidir. Onun sevgi dilini tapmalıdır. Amma bu kişinin sevgi dili nədir? Bunun anası bunu diktatorcu idarə eləyib deyə. Zaten o da qadını diktatura ilə idarə eləməyə başlayacaq. Aydındır? Qaynana. Bax, qaynana oğlu necə idarə eləyibsə, oğul fikirləşir ki, sevgi göstərmə şəkli budur da. Mən birini sıxıb boxsam, deməli onu sevirəm. Çünki anam məni sevir ki, belə eləyir. Gördüyünü edirdi. Gördüyünü tətbiq eləyəcək. Və bu başlayacaq elə bir maxinasiya yaranır da. Ana oğulu sıxır, oğul gəlini sıxır. Gəlin də öz uşaqlarını sıxır. Bir zincir, hərbi sistem kimi. Üzü generaldan aşağı əmr verilə gəlir, ən axırda əsgərə dayanır. Ən axırda travmalan bu uşaqlar olur. Bu uşaqlar böyüyür, cəmiyyətə qarışır, onlar da başqalarını sıxırlar. Beləliklə cəmiyyət nə olur? Formalaşır. İndi bu sevgi dili mövzusu belədir. Biz bunun indi niyə danışdıq? Biz seanslarda elə eləyirik ki, bu 10 il yola getməyən partnyorlar 2 seansa full yola gedirlər. Hər şey alınır. Niyə? Onların sevgi dilini həm test eləyirik. Onların xarakteri tiplərini tapırıq. Bu insan necə bir tipdir, tipaj olaraq. Bunun şuur altında hansı inanclar vardı? Ala bildiyi sevgi nədir? Alanmadığı sevgi nədir? Bunların hamısı süzgəcdən keçir. Götürüb Aytən xanıma verir ki, bax Fuad bəy budur, sən bunu elə. Heç nəyə qarışma. Biz deyəni elə. Fuad bəy də deyir ki, bax Aytən xanım budur. Bu bunun travmasıdır. Bu da xoşuna gələn şeylərdir. Bu da xoşuna gəlməyən sözlərdir. Biz nə desək 5 gün onu elə. Yəni ona tapşırıq veririk ki, 10 gün sən bu adama bu söz de. Başqa heç nə eləmə. Fuad bəy də deyirik ki, sən 10 gün Aytən xanıma cəsur olduğunu göstər. Və buna aid tapşırıq da verilir. Və bu cütlük seansından sonra bu adamlar bir-birini kəşf eləməyə başlayırlar. Hətta yenidən aşiq olmağa başlayırlar. Ora qədər gedir çıxır vətən. Bəli.